Dostlar, bugün sizlerle birlikte bu yeni gelen ünvana bakacağız. E, Ama hiç haberim yoktu. Evet ne değil, başa düşmedim. Bunu neyini? Aha. Yakın bunu gösterir. Dostlar, yeni gelen mağazaya at. Yeni gelen şeyi test edeceğiz. Hile tatlış. Complete your... Bu neydi ki indi? Neyse aldık dostlar. Bir tane bəzək alaq. Bu nədir? Ailə flamı. Metal flame. Bunlar boş şeylərdir. Oo, qəşəng. Mən bunu da aldım. İndi dostlar, təzə gələn ünvanı denəyəcəyik. Heç mən də bilmirəm. Sadəcə dostlar, mən 100-600 dənə yığacağam. Bunu alacağım. Bunu da ala bilərəm amma nə gördüm ki, gücüm çatmır, alevli hırsız alacağım. Bunu da ala bilərəm. Keçdilər. Yeni gelen ünvan necədir, nəyindir, necədir, sistemi qəşəngdirmi, bir onlara baxın. İndi bu bizə nə verirdi, dediyimiz kimi. Bu bizə nə verir indi? O nə demək da? Qüvvət. O nə deməkdir dostlar? Trick or treat. Bir dəqiqə, mən heç bunun mənasını oxumadım ki. Heç xəbərim yoxdur ki, nədir orada. Çünki ünvanı alanda oradan yuxarıda görsənir. Yəqin şey diyor. Elə qapının, biz gedəcəyik qapını döyəcəyik. Nə idi lazımdır? Aha, de. Aha, başlanğıc cutting. 4 candy per house verir. Taklıdır. Hə. Məncə gedin. Yəni bundan almayın da. Yəni eventdə də trick or treat. Yəni deməkdir ki, bu nə idi trick or treat'da? Nə idi? 50 dənə, 4 dənə yox, 3 dənə yox, 4 dənə candy verir. You have a singing eager treat. Bir dəqiqə, mən bunun dilini bir də Turkish taxı. Hə. Deməli dostlar, sizlə bir yerdə bunu test elədik. Gördüyünüz kimi candy verir. Like atıp abone olmağı unutmayın. Kim mənimlə oynamaq istəyirsə, gəlsin. Kim mənimlə oynamaq istəyirsə, hiləliyəm. Gəlsin, oynayaq. Qəşəng şeylər eləyərəm sizin üçün. Məsələn, taktiksel pompalı tüfeği falan çıxarda bilərəm. Kim yəni gəlsə, onunla oynayacağam.